Son zəng münasibəti ilə Qubadlı rayonunun bütün ümumi təhsil məktəblərində tədbirlər keçirildi. Rayonun Xıdırlı kənd orta məktəbində keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, Qubadlı rayon təhsil sektorunun əməkdaşları, məktəbin şagird və müəllim kollektivləri, şəhid ailələri və qazilər, müharibə veteranları, rayonun yüksək nəticələr göstərmiş idmançıları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir açıq elan edildikdən sonra çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov son zəng günü münasibəti ilə bütün ümumi təhsil məktəblərinin müəllim və şagird kollektivlərini təbrik etdi. Tədbirdə Xıdırlı kənd orta məktəbinin direktoru Savalan İmanov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı rayon sektor müdiri Müşfiq Hüseynov, Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik Şükür Həmidovun qardaşı Əsəd Həmidov çıxış edib. Onu da qeyd edək ki, bu il Xıdırlı kənd orta məktəbini bitirən məzunlardan biri də Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidlidir. Tədbir ədəbi bədii kompozisiyalarla davam edib. Qeyd edək ki, ölkə prezidentinin diqqət və qayğısı nəticəsində rayonda təhsilin infrastrukturu yaxşılaşıb, son illərdə 17 yeni məktəb binası istifadəyə verilib, digər məktəblər isə əsaslı təmir edilib. Ötən il rayonun ümumi təhsil məktəblərini bitirən 738 nəfər məzundan 626 nəfəri ali məktəblərə sənəd verib, onlardan 484 nəfəri ali məktəblərə qəbul olub, 55 nəfər 500-600 arası, 34 nəfər isə 600-700 arası bal toplayıb. Vətənpərvərlik ruhunda keçirilən tədbir alqışlarla qarşılanıb. Bildirək ki, hazırda ümumilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm zəfər də bu uğurların məntiqi nəticəsidir. 44 günlük Vətən müharibəsi ərzində Prezidentimiz Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Elvin Qüdrətov, Şəmsistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.